Bugün sizlərə Abbasada TV-də ilk dəfə BlaBlaCar təcrübəmi göstərəcəm. Hansı ki, mən bugünə qədər BlaBlaCar-la əslində bir neçə dəfə cəhd eləmişdim getməyə. Sadəcə biraz ehtiyat eləyirdim. Necə deyək, çox vaxt zaten tək də olmurdum heç BlaBlaCar-la kimsə götürüm. Bu videoda ilk dəfə BlaBlaCar-la Stolbergdən Dortmund istiqamətinə və həmin gündə geri istiqamətə qayıtdım. Bunun təcrübəsini sizə göstərəcəm. Çox uzatmadan videonun ilk hissəsinə başlayaq. Salamlar millət, sabahınız xeyir. Abbasada TV-də bir daha sizi xoş gördük. Mən Məhəmməd Abbasadə. Səhər çox tezdir, hal-hazırda 04:42-ni göstərir. Mən Dortmund istiqamətinə gedəcəm və bugün fərqli bir təcrübə ilə sizi qarşılayıram. BlaBlaCar adlanan bir mobil tətbiq var, hansı ki, bunun haqqında birazdan sizə onsuz da məlumat verəcəm. Bir neçə şəxs deyək ki, uzaq yol gedəndə bu proqramı aktiv edirsiniz və üzü o istiqamətə gedən kimlər varsa götürüb birlikdə sürə bilirsiniz və onlar sizə ödəniş edirlər. Ödənişi istədiyiniz formada təyin edə bilirsiniz. Mən də bu formada bir şey etdim 2 gün qabaq və hələ ki bir nəfər tapmışam. Yolüstü birinci gedib onu götürəcəm. Hardasa bir 25 kilometrlik məsafədəki bir şəhərdə yaşayır və onunla birlikdə Dortmund istiqamətinə gedəcəyik. Kassel şəhərində düşəcək. Gedib onu qarşılayaq. Görək, icazə verərsə yolda bəlkə video da çəkdik. Biraz danışarıq, söhbət edərik və bu təcrübəni Dortmunda qədər görək necə tətbiq edirik. Gedəcəyim bu marşrutu BlaBlaCar tətbiqinə hardasa getməmişdən 5 gün öncə yerləşdirdim və 5 gün ərzində son 3 gündə açığı bir neçə başladı mənlə gəlmək istəyənlər öz fikirlərini bildirməyə. İki növdə olur. Birincisində istədiyiniz şəxsi bir dəfəlik qəbul edib onunla sürürsüz. Digər bir halda isə sizə ilk öncə sorğu gəlir, siz dəyərləndirib ondan sonra qəbul edirsiniz. Mənə bu vaxt ərzində 2-3 nəfər verdi. Məsəl üçün biri Dortmund gedən istiqamətdən çox məsafədən çıxırdı, ən azı bir yarım saat 40 dəqiqə itirirdim. Bəziləri tam yolun üstündə idi, hansı ki, misal üçün hal-hazırda götürəcəyim bir nəfər tam getdiyim istiqamətdə sadəcə 5 dəqiqəlik avtobandan çıx, yenidən gir məsələsi olduğuna görə rahatlıqla onu qəbul etdim. Bir nəfər də Leipzig istiqamətinə gedəcəkdi, hansı ki, onunla da son dəqiqəyə qədər qəbul edilmişdi. Mən bir gün qabaqdan yatmışdım ki, səhər yol gedəcəm, tez durum. Gecə saat 11-də mənə zəng elədi ki, çox təəssüf olsun ki, mən gələ bilmirəm. Edəcək bir şey yoxdur. Mən onsuz da o yolu sürəcəkdim. Kanala abunə olub videoları bəyənməyi unutmayın. Daha maraqlı videoların gəlməsi üçün bunlar bizim üçün çox vacibdir və şərh bölməsinə öz fikirlərinizi bildirməyi unutmayın. Chemnitz Bahnhofuna çatdıq. İlk müştərimizi buradan götürəcəyik. Onsuz da hələ ki tək müştərimizdir. Chemnitz şəhərinin mərkəzi qatar stansiyasıdır bura. Canavar. İlk müştərimi götürdükdən dərhal sonra təbii ki birinci oturmaz ilk soruşmağım bu oldu ki, YouTube üçün video çəkirəm, çəkməmə icazə verirsənmi yoxsa yox? Təəssüf ki, icazə vermədi. Ona görə məcbur videonun qalan hissələrində onunla yox, tək danışdığım hissələr olacaq. Təbii ki, videoda o da iştirak eləsəydi, çünki elədiyi söhbətlər açıq maraqlı söhbətlər idi. Yəni, həm Suriya haqqında biraz danışdıq, həm ümumi gedişat haqqında danışdıq, həm vəziyyətdən bir balaca danışdıq. O mənə öz fikirlərini, öz ölkəsi haqqında məlumatları, mən ona bir balaca açıq maraqlı söhbətlər getmişdi. Maraqlı, gözəl bir havadan hər birinizi salamlayıram. Deməli, arkada gördüyünüz BMW F11 ilə BlaBlaCar təcrübəsinə bugün başlamışdıq, bildiyiniz kimi. Hansı ki, bir nəfər mənlə bu yola eşlik etdi. Suriyalıdır, 8 ildir Almaniyadadır. Chemnitzdə təxminən 6 ilə yaxındır ki, elə bu şəhərdədir. Çox qəşəng almancası var bu arada, amma çox təəssüf ki, niyə olduğunu bilmirəm, amma icazə vermədi videosunu çəkməyə. Məncə heç bir fərqi yoxdur, mən öz yolumu gedirəm, amma yolda qəşəng söhbət edirik açıqcası. Yəni, ən azından tək getməkdənsə bu formada kiminləsə getmək daha maraqlı oldu, ən azı mənə. İndi də kiçik pauzamızı eləyək. Bildiyiniz kimi bu formada yerlər olur Almaniyadakı avtobanlarda. Ən azı tualet ehtiyacları bir kofe götürüb çıxacağıq yolun davamına. Mən də bu yolu gedən Suriyalı Almaniyaya 8 il öncə köçmüş və 6 ildir Chemnitz şəhərində yaşayır. Almaniyaya gəldikdən sonra dil kursunu bitirib və Bau injiner ixtisası üzrə Ausbildung'a başlamışdır və Ausbildung'u bitirdikdən sonra hal-hazırda Chemnitz şəhərində də işə davam edir. Bau injiner inşaat mühəndisi mənasını verir Azərbaycan dilində. Ətraflı olaraq təbii ki, baxa bilərsiniz tam olaraq bunu bitirənlər Almaniyada hansı işlərlə məşğul ola bilir və hansı maaşlar təklif olunur. Bundan əlavə özü çox babat Almanca danışırdı. Bilmirəm, videonun bəlkə bir 10 dəfə yerində bu sözü demişəm. Həqiqətən çox babat Almancası var idi. Bir gün öncə də mənə zəng eləmişdi ki, saatı tam dəqiqləşdirək. Mən elə bildim ki, Almanla danışıram. Sonra amma adı da belə deyək, ərəb adına oxşadığına görə Alman olduğunu da düşünmürdüm. Amma görəndə də özünə təbii ki bildirdim. Almancanı hardan öyrənmisən? Dedi ki, bura gələndən sonra həqiqətən digər ərəblərə baxanda çox ciddi formada fərq eləyirdi. Dilindəki o dialekti, aksenti tam olaraq almanlar kimi danışırdı. Və o da bura gələn bir çox ərəb, belə deyək, Suriya və digər ərəb ölkələrindən gələnlər kimi
müharibə səbəbindən Almaniyaya köçənlərdəndir. Çox çətin vəziyyətlərlə Almaniyaya gəlib çıxıb və fərq ondadır ki, burada iki çeşid ərəb var. Onu bildirməliyəm. Almanların özləri də bunun fərqindədirlər. Bəziləri işləmədən işçisi pulu alıb və yaxud buradakı bir Alman bir qadınla evlənib həyatlarına davam eləmək istəyir. Bəziləri isə bu formada Ausbildung edib və yaxud ixtisasları varsa, onu misal üçün həkimlərin də bir çoxu bu formada gələnlər var. Onları tanıdıb öz olduğu ixtisaslar üzrə irəliləməyə çalışırlar, inteqrasiya etməyə çalışırlar və Almaniya hökuməti onlara qarşı təbii ki, güzəştlərə gedir. Digərlərinə qarşı amma nə Alman hökuməti, nə də Almanların özləri heç güzəştə getməyi sevmirlər bu arada. Ich mache ein paar Videos für meine YouTube-Video. Qısası yolu yarıladıqdan sonra, belə deyək, Dortmunda demək olar ki, az qalmışdı artıq çatmağa. Kassel şəhərində Suriyalını düşürdük və ondan sonra burada kiçik bir video çəkdim. Həm BlaBlaCar haqqında danışmışam, həm də ki, yolun ümumi gedişatı haqqında. O videoya keçək, sonra isə yenə davam edək. Deməli, millət, Kassel şəhərindəyəm. Bu şəhərə ortalama bir 2 saat, 2 saat yarıma gəldi. Dortmundla Stolberg şəhəri arasındakı bir şəhərdir, belə deyək. Birinci müştəri ilə bura qədər gəldik. Birinci müştəri ilə çox qəşəng yol getdi açığı. Bütün yol demək olar söhbət eləmişik. Hər hansı bir mahnı açmamışam, söhbət demək olar ki, çox maraqlı keçib. Suriyalı idi, belə deyək, az öncə dedim. Çox qəşəng almancası var idi bu arada. Yaxşıca almanca qəşəng söhbət elədik. Mənim üçün belə deyək, maraqlı bir təcrübə oldu. Sadəcə gediş vaxtı həm açığı mən də uyğun olmadım çəkməyə. O da dedi ki, əgər mənim üzüm düşməsə problem deyil. Mən də ona görə fikirləşdim ki, üzü düşmürsün, ümumiyyətlə söhbət eləməyə mənası yoxdur. Möhtəşəm BMW F11 ilə yolu yarıladıq. İndi buradan keçirəm təzədən Dortmunda. Orada bugün işlərimi bitirib yenidən geri qayıdacağam və onunla danışdıq. O da bu gün geri qayıtmalıdır. Onu təzədən buradan götürüb geri qayıdacağam. Digər bir məsələ, ikinci bir şəxs də Dortmunddan geri qayıdan istiqamətdə Leipzig istiqamətinə gedəcək. Əlriza adında biridir. Onun da bu gün beşdətin elədi, hansı ki təsdiqlədi, yəni bizimlə gedəcəyini. Görək, onda da əgər bir problem çıxmasa, çox güman ki, saat 3 üçün, hal-hazır saat 9-a qalır. Dortmunda gedim, işlərimi bitirim, yemək zad yeyim, oradan qayıdan ərəfədə onu da götürüb, sonra gəlib bu Suriyalı qardaşla təzədən götürüb, yenidən öz şəhərimizə doğru yola çıxacaq. BlaBlaCar Almaniyada deyil də, ümumilikdə Avropada və Türkiyədə çox aktual olan tətbiqlərdən biridir. Hansı ki, getdiyiniz istiqaməti vurursunuz və ya birbaşa sizin olduğunuz şəhərdən digər şəhərə qədər olan sizlə birlikdə getmək istəyən şəxsləri özünüzlə götürə bilirsiniz və onlar da təbii ki, ödəniş eləyir. Misal üçün, birinci şəxs, yəni bu Suriyalı mənə 17 avro ödəniş elədi proqram üzərindən. Mənim hesabıma 15 avro oturdu. Hansı ki, 2-3 avro orada bir, ya da 18 nə qədərsə ödəmişdi. Onun bir 3 avrosunu falan faiz kimi. Ondan əlavə isə 15 avro mənim hesabıma oturdu. Bu da təbii ki, benzində də bir balaca mənim ekonomiyama kömək elədi. Yarı bak benzinlə hələ ki, bura qədər gəlmişəm. Dortmunda qədər də bir yarı ilə düşünürəm ki, sıfırın arasında bir yerə gəlib çatacağam benzin sərfiyyatında. Görək bundan sonraki səyahətimiz necə baş verir və bundan sonraki bizimlə səyahət edəcək şəxslər, yəni Əlirza misal üçün, böyük ehtimal İranlıdır deyə düşünürəm, necə bir təəssürat yaradacaq. Mən gedim Dortmunda. Deməli, millət, BlaBlaCar videosunun ikinci hissəsinə keçirik demək olar ki, çünki Dortmunda gələndə bildiniz, o qədər çox babat video çəkə bilmədim, çünki mənlə gələn insan istəmədi video çəkilməyini. İndi bir nəfəri Dortmunddan götürəcəm. Biri ilə də həmin oğlanı təzədən Kasseldən götürüb öz şəhərimizə doğru. Birinci Leipzigə təbii ki, sonra Chemnitz, sonra Stolbergə öz evimizə doğru irəliyəcəyik. Maşına lazımda benzin vururam. Burada Bavariya Petrol deyə bir yer var. 85 avroya yaxın artıq gedib yolda, belə deyək, Kasselə qədər o qədər sürətli sürmədim, amma Kasseldən Dortmunda qədər yaxşı çıxdım. 90 avro benzin ödədik 1.71 ilə. İndi ödənişimi edib çıxaq gedək dostlarımızı götürək. Günlərin bir günü bir İranlı, bir Suriyalı, bir Azərbaycanlı Almaniyada yol gedirmiş də. Bu çox həm biraz belə mizahlı bir cümlə qurduq. Çünki Almaniyanın özündə hal-hazırda BlaBlaCar tətbiqi ilə mən heç müraciət edəndə heç biri belə alman deyildi. Yəni o qədər xaricilərlə inteqrasiya olmuş bir ölkədən danışırıq ki, getdiyiniz marketdə, getdiyiniz mağazada, restoranda görə biləcəyiniz o insanların çoxu artıq xariciləşməyə başlayır. Yəni hər 10 nəfərdən 5-i bəlkə xarici kimi görürsünüz. Şəhərdən şəhərə təbii ki, fərq edir. Nəysə, biz bu səfərdən sonra hər hansı bir yolla bağlı videom yoxdur. Sadəcə Dortmundda işlərini bitirdikdən sonra artıq qaydanda yenə İranlını götürəndə yenə soruşdum. Əgər mümkünsə videonu
səninlə birlikdə çəkək. O da icazə vermədi, çox təəssüf ki. Çox ümid edirəm ki, növbəti BlaBlaCar videolarının birində kimsə mənimlə birlikdə yol boyu danışacaq və videonun daha maraqlı olmasını ümid edirəm. Növbəti videonun təbii ki. Mən burada bir çox xarici ilə tanış olmuşam. Bir çox xarici ölkədən gələn, fərqli xarici ölkədən gələn insanlarla tanış olmuşam və hər dəfə də Azərbaycanda olduğum üçün fəxr edirəm və Azərbaycandakı situasiyanı özümə həqiqətən çox müsbət bir situasiya kimi dəyərləndirirəm. Nəyə görə? Suriyalı gəlmə səbəbi müharibə idi və ölkəsinin açığı dediyinə görə qayıtmaq istəyir. Yəni nə vaxtsa müharibə bitsə. Amma götürdüyüm İranlı yolda zarafatca, mən açığı İranlıları çox sevmərəm, amma ki mahnılarını çox bəyənirəm. Oturdu, söhbət elədik, danışdıq, yaxşı da gedirdi hər şey. Nəysə, mən İran mahnılarını həqiqətən çox sevirəm. Avtomobilimdə də mütəmadi Morteza Paşayidən, Mohsin Yeganətdən mahnılar qoyaraq gedirəm. Nəysə, bu da İranlı olduğu üçün 2 mahnı qoydum. Mənə qayıt dedi ki, olar ki İran mahnısını söndürəsə. Mən İranla bağlı heç bir şey xatırlamaq istəmirəm. O qədər belə necə deyək, öz ölkəsindən bezib qaçmış bir tip verdi ki, yəni danışdıqca da bunu hər dəfə tonlayırdı, bunu bildirirdi ki, mən öz ölkəmdə belə idim, mən öz ölkəmdə bu problemləri yaşayırdım. Ya bir anlıq belə ona belə yazığım gəldi ki, yəni sən bu qədərmi sıxılırdın öz ölkəndəki, yəni bu qədərmi heç bir şey eləyə bilmirdin, bu qədərmi sənə qarşı bir baskı var idi, sən ilk öncə Amerikaya, ondan sonra Almaniyaya gəlib bu arada. Savadsız bir insan da değildi, fizika mühəndisi idi. Yəni öz ölkəsində deyəsən elektrotexnika bitirib bura gəlib yenidən fizika mühəndisi mi, necə belə bir şey. Hal-hazırda da yaxşı bir işi var idi, Leipzig şəhərinə gedirdi bu arada. Ya o hissədə bir balaca necə deyək, onun adına pis oldum. Videonu da bəlkə çəkməyimi ona görə istəmirdik, heç video üzü də düşməsin. Maraqlı situasiyadır. Bundan sonra isə BlaBlaCar mobil tətbiqində səfər bitdikdən sonra mən onlara, onlar isə mənə öz şərhlərini bildirirlər və hər ikimiz bir-birimizə şərh bildirdikdən sonra o artıq təsdiqlənir və orada görsənir ki, bu insanın kommentləri necədir. Yəni əgər mən ona, o mənə hər iki istiqamətli bir şərh bildirməsi olmasa heç bir yerdə çıxmır. Sağ olsunlar, hər iki müsbət fikirlər bildirdilər. Mənim də oradakı profilimin belə deyə artışına səbəb oldu. İyun ayında yenidən səfərim olacaq. Stolbergdən Praqaya tək gedəcəm və 3 gün sonra da belə deyə tək də qayıdacam. Bu istiqamətdə yenə BlaBlaCarda öz təkliflərimi qoymuşam. Görək o istiqamətə gedən maraqlı insanlar olsa, bununla bağlı videonun ikinci hissəsi də gələ bilər. BlaBlaCar ikinci videosu kimi, part 2 kimi misal üçün bir video çəkmək olar. Bu arada arkada gördüyünüz bu şəkili qızımla mən çəkmişik. Çox istədim ki, bugün bunun qabağında qalım, şəkil çəkdirim. Məryəmimin çəkdiyi şəkildir bu arada. 4 yaşı var. Kanala abunə olub videoları bəyənməyi unutmayın. Bu tip videoların gəlməsi üçün sadəcə şərh bölməsinə öz fikirlərinizi bildirməyiniz mənim üçün çox vacibdir. TikTok hesabından da Abbaszadə TV-ni izləyib oradakı videoları bəyənə bilərsiniz. Orada da maraqlı kəsitlər, qısa videolar çəkilir və belə deyək, həm bu videolardan kəsitlər, həm də ki fərqli tipdə videolar yerləşdirilir. Özünüzə yaxşı baxın. Növbəti videolarda görüşərik.